Salam, hər vaxtınız xeyir olsun. Mən ingilis dili müəllimi Həcər. Bugün sizə 2025-ci ilin 9 illik dim toplusundan ikinci dinləmə mətninin izahına baxacağıq. Əvvəlcə gəlin dinləmənin transkriptinə və dinləmənin özünə baxaq, daha sonra keçək suallara. Hans Christian Andersen wrote fairy stories. His stories are well known all over the world. Great writers like Charles Dickens and Victor Hugo were his friends. These friendships helped him to be one of the great writers of all time. He wrote stories not only to entertain. Andersen tried to put forward a serious idea in his stories. The ideas of his stories are always very simple. Even children can understand and enjoy them. All of his stories have important messages for people. Andersen often presents opposites like good and bad, truth and lie, or appearance and reality in his stories. We see this last opposite in the story of the ugly duckling. For the ducks, he was ugly, and they didn't accept him. But the reality was that he grew up and became a beautiful swan. Then he had a family of swans, and they all accepted him. Dinləmə mətnindən görürük ki, söhbət Hans Andersen'dən gedir və onun əsərlərindən gedir. Baxın, deməli A variantında birinci sualda mətin nədən bəhs edir? The passage is mainly about deyir. Mətin nədən bəhs edir sualında demişik ki, adətən məsələn mətin nədən bəhs eləyirsə biz bildik ki, Hans Andersen'dan gedir. Onun adını variantlarda vermir. Onun yerinə hansı suala ki, yəni cavabını, hansı varianta ki, yəni deyə bilirsinizsə, onu yazırsınız. Baxın, A variantında stories for children, uşaqlar üçün hekayələr deyil. Yəni Hans Andersen'dan gedir. B variantında çirkin ördək balası deyil. C variantında fairy stories about swans, quşları ilə bağlı nağıllar, bu da deyil. Çünki Hans Andersen'dan gedir söhbət. Və D variantında the messages in fairy tales, yəni ki, nağıllardakı mesajlar, ötürdükləri mesajlar deyil. Və Y variantında a famous story writer, yəni məşhur hekayə yazarı, yəni Hans Andersen. Deməli, doğru cavabımız olacaq Y variantı. Daha sonra ikinci sualda what did Andersen often include in his stories? Deyir ki, adətən Andersen öz hekayələrinə nəyi aid edirdi? Bax, gəlin baxaq həmin hissəyə. Deməli, Andersen, ideas of his stories, deməli, often presents opposite like good and bad. Baxın bura, often presents opposite like good and bad. Yəni, yaxşı və pis kimi tərəfləri qeyd edirdi. Deməli, burada doğru olacaq. D variantı, opposites like good and evil. Evil sözünün mənası pis deməkdir, şər deməkdir. Üçüncü sualda, ducks didn't accept the duckling because, deməli, ördəklər ördək balasını qəbul etmədilər. Çünki nəyə görə bəyənmədilər? Mətndə deyirdi ki, gəlin baxaq. Deməli, for the ducks he was ugly. Yəni, ördəklər düşünürdü ki, o çirkindir. And they didn't accept him. Baxın, bu isə olacaq bizim doğru cavabımız. Yəni, o çirkin olduğuna görə. They thought he was ugly. A variantı. Dördün birincisində Andersen became a great writer without his friends' assistance. Uşaqlar, without olan cümlələr əsasən çaşdırmaq üçün verilir. Çünki without mənası siz olmadan deməkdir. Yəni öz dostlarının köməyi olmadan möhtəşəm bir yazar oldu. Amma burada baxın deyirdi ki, these friendships, yəni baxın Charles Dickens və Victor Hugo ilə olan dostluqları helped him to be one of the great writers of all time. Yəni bütün zamanların ən yaxşı yazıcısı olmağına kömək elədi. Ona görə B variantı olacaq burada səhv. Dördün ikincisində the ugly duckling became a pretty swan when he grew up. Deməli, çirkin ördək balası böyüyəndə gözəl bir quşuna çevrildi. Bəli, sonuncu hissələrdə deyirdi ki, but the reality was that he grew up and became a beautiful swan. Deməli, bu doğru variantdır. Dördün üçüncüsündə Andersen's stories are both entertaining and meaningful. Yəni onun hekayələri həm əyləncəlidir, həm də mənalıdır. Bəli, orada deyirdi ki, onun hekayələrinin içərisində həmişə ideya olur.
Baxın, deməli he wrote stories not only to entertain, yalnız əyləmək üçün yox. Try to put forward a serious idea, ideya da çatdırmağa çalışırdı. Yəni bir fikir çatdırmağa çalışırdı. Ona görə doğru cavabımız olacaq, yenə A olacaq. His stories have no important messages for readers. Deyir ki, onun hekayələrinin oxucular üçün heç bir vacib mesajı yox idi. Amma bu da yanlışdır, çünki bu hissədə deyir ki, all of his stories have important messages for people. Yəni insanlar üçün vacib mesajlar ötürür. Bu da olacaq yanlış. Dinləmə sualları 4 ədəddir. Əlavə sualınız varsa rəylərdə qeyd edin. Videonun davamının gəlməyini istəyirsinizsə bəyənib abunə olmağı unutmayın. Hələlik.